Şirk deyib gəzən adamlardır. O gün çıxıb danışıb ki, Mir Mövsün ağa özü xəstə idi, özünə şəfa verərdi, cəmaata şəfa verir. Əvvəla Mir Mövsün ağanın ümumiyyətlə övliyaların məzarı tibb müəssisəsi deyil. Cəmaat da ora sırf şəfa üçün getmir. Cəmaat gedir orada Allaha ibadət eləməyə. Deyirəm, niyə orada gedir ibadət eləyir? Niyə orada ibadət eləyir? Mən də deyirəm ki, Allah niyə deyir ki, İbrahim məqamının arxasında namaz qılın? Neçə dəfə bunu demişəm, həzdə olanlar görüb. İbrahim məqamını Kəbədən çıxart, apar bir yerə qoy, bu İbrahim məqamı. Nə deyərsən adını? Deyirsən, pirdir də bura. Elə deyil, pir də ziyarətgahdır. İbrahim əleyhissalamın ayaq izi. Allah niyə deyir, Kəbənin qırağında yer doludur? Deyir, namazınızı pirdə qılın. Ziyarətgahdır ora, ayaq izidir. Niyə bunu deyir? Bu sual verirəm, cavab ver mənə. Niyə görə orada deyir? Ona görə ki, övliyanın məzarı üstündə dayanmaq təvazö xüsusiyyətidir. Göstərir ki, mən özümdən üstün kimisə qəbul edirəm. Canınız buna görə çıxır ki, bunu qəbul eləmək istəmirsiniz. Davamız buna görədir. Kimsə gedib orada bir Mövsün ağa ibadət edir 20-ci əsrdə. Sən bilirsən axı ona ibadət eləmir.